Bu dünyadaki həyatımız yalnız müvəqqətidir. Ölümümüz zamanı biz Allahla qarşılaşacağıq. İbranilərə 9:27. Pis xəbər budur, insanlıq düşmüş vəziyyətdədir. Allahın yaratdığı ilk kişi və qadın Ədəm bağında yaşayırdılar. Onlar Allahın surətində yaradılmışdılar, özünü dərk, ağıl və müqəddəsliklə yaradılış 1:26. Onlar Allahla yaxşı münasibətdə idilər, ta ki yaxşı və pis bilik ağacından yeməmək əmrinə itaətsizlik etdilər. İtaətsizliklərinə görə dünyaya lənət gəldi və günah insanlığa daxil oldu. Yaradılış 3. Sonradan doğulan hər bir insan günahı və pozulmuş təbiəti miras aldı. Romalılara 5:12. Allahın sözü bildirir ki, hamı günah işləyib və Allahın izzətindən məhrum olub. Romalılara 3:23 və günahın əvəzi ölümdür. Romalılara 6:23 Od gölündə ikinci ölüm. Vəhiy 20:14-15. Ruhumuz ölməzdir və günahkar təbiətimizə və özümüzü xilas edə bilməməyimizə görə biz cəhənnəmdə əbədi cəza ilə üzləşirik. Bizə Allahın salihlik və müqəddəslik tələblərini yerinə yetirəcək bir xilaskar lazımdır. İbranilərə 11:5. Yaxşı xəbər budur, göy altında yalnız bir ad və bir yol verilib. Allahla barışmaq, bağışlanmaq və xilas üçün. Allah yalnız bir ad vermişdir ki, insanlar onun vasitəsilə xilas ala bilsinlər. Həvarilərin işləri 4:12. İsa adında hər diz əyiləcək və hər dil etiraf edəcək ki, o Rəbbdir. Filiplilərə 2:10-11. O, yol, həqiqət və həyatdır. O, insanlığın vəd olunmuş xilaskarıdır. Allahın yeganə doğulmuş oğlu, əbədi və hər şeyin yaradıcısıdır. Allahın oğlu insan oğlu kimi aşkar oldu. Cisimləşmə, çarmıqda ölmək üçün ölüm və yenidən dirilmək üçün dirilmə. Onun təqdim olunan bədəni və çarmıqda tökülən ləkəsiz qanı Allahla barışmaq, bağışlanmaq və xilas üçün bir dəfəlik qurban oldu. Biz Allahın lütfu ilə Rəbb İsa Məsihə və onun müjdəsinə iman vasitəsilə xilas oluruq. Saxta inanclardan və günahkar həyat yollarından dönün. Allahın yeganə doğulmuş oğlu İsa Məsihi Rəbbiniz və xilaskarınız kimi qəbul edərək Allaha iman edin. Onun müjdəsinin lütfüne tam etibar edin. Allahın oğlu vasitəsilə xilas işi, cisimləşmə, çarmıqda ölüm və dirilmə. Səmimi dua edin. Göydəki atamız Allah, mən sənin yeganə doğulmuş oğlun İsa Məsihi Rəbbim və xilaskarım kimi qəbul edirəm. Rəbb İsa, mən sənin xilas müjdəndə etibar edirəm. Həyatımda hökm sür və məni müqəddəs ruhun gücü ilə dəyiş. Rəbb, əbədi həyat və onun bolluğu vədin üçün təşəkkür edirəm. İsa'nın adı ilə. Amin. Həqiqi iman xilasın tam təminatını verir. Allah isə vasitəsilə imanla əbədi həyat vəd etmişdir. 1 Yəhya 5:9-13 və biz ikinci ölümün hökmü ilə üzləşməyəcəyik. Çünki biz ölümdən həyata keçmişik. Yəhya 5:23-24. Fiziki bədənimiz ölə bilər, amma Allah onu yenidən dirildəcək. Kim inanırsa, heç vaxt əbədi ölməyəcək. Yəhya 11:25-26. Allah gələcəyi əlində saxlayır. Heç kim bizi onun qüdrətli əlindən ala bilməz. Yəhya 10:27-29. Heç nə bizi Allahın Məsih İsa'da olan məhəbbətindən ayıra bilməz. Romalılara 8:35-39. Allahın ruhu bizdə yaşayır və Rəbbimiz İsa Məsihin qayıdışına qədər bizdə qalır. Efeslilərə 1:13-14. Allahın sənin üçün arzusu, onun övladı və xristiyan kimi. Ata, oğul və müqəddəs ruhun adı ilə suda tam batırılaraq vəftiz olun. Matta 28:19. Rəbbimiz İsa Məsihin lütfündə və bilikdə böyüyün. Ona və onun sözlərinə imanınızın və Allah sevgisinin sübutu kimi qalın. Yəhya 15:5-7-10. Dua edin. Matta 6:6-7. Müqəddəs kitabdan öyrənin. Matta 11:28-30. Yəhya 17:17 və Allahı ruhda və həqiqətdə ibadət edən digər xristiyanlarla ünsiyyət edin. Yəhya 4:23-24.